Bacanaqlar serialı başladı. Mama. Ay mama, qismət axşam evə gəlməyib. Necə yəni gəlməyib? Bəs səhərə qədər xoruldayan kim idi? Mayıl qismətsiz yata bilmirdi. Özüm qəsdən xoruldurdum ki, yatsın. Bilmirəm, ay mama, neyim də qismət yoxdur. Ama qapıya məktub qoyublar. Nə məktubu? Yazıblar ki, qisməti uğurlamışıq. Nə? Qisməti uğurlayıblar. Az senin karnındaki döşeği hani bala? Ay mama, döşeyi çıxardım, üzün yumuşam. Sevda! Ha bu benim üz kırkanından cibini kim temizleyir? Mehmet'in sesi geldi. Hani döşek? Hani yastık? Yastık. Ay Sevda! Ay Sevda, bir tane demişim ki ben benim üz kırkanla işin olmasın da. Ne olmaz? Buna da gol bakayım. Ay mənim dəli ceyranım. Döşeyi yumuşam deyə qutudur. Buna da gol. Bilirsen başını dön. 100 defa sana demişim ki iş görme. Görme. Bilirsen başını dön. Hamile adamdı da ne iş görüftü, döşeği yurftu. Uşaq da karnında çömelifti. 100 defa ona demişim ki hamile iş görme, görme. Ama Abbas'ın oğlu kutu kimi de? Kutudu kutu. Kutu bala. Kutu bala. Kutu bala. Kutu bala. Kutu bala. Bildiğin kutudu. Kutu. Qisməti uğurladığımıza görə 100.000 manatı 8 saat ərzində gətirməsəz, sizdən inciyəcək. Elə qismətin o boş başına yaraşır 100.000. Ola bax. Ay mama, biz neyə yaxın ətər eləyək? 100.000 hardan tapaq ay mama? Ay xala bir özünə gəl. Yekə arvadsınız. İndiyənə qədər nə qədər qırqızır yığmışsınızsa, gəlin qoyun bura. Qoy görək ortalıqda nə var, bir dərdimizi bilək. Hə, düz deyir. Mən qalxım yuxarı, nə qədər qızılım yoxdur, hamısını gətirim töküm ortalığa. Təki qisməti xilas eləyək. Ay ana, qismətin halalca arvadı heç qımıldanmır. Sən nə bəyanası kimi düşmüsən ortalığa. Gətirərəm o qızılları. Amma o qismətdən yadigar qalıb. Onda zəng elə o qismətin özündən başqa heç kimi bəyənməyən anasına. Danışanda ağzına çullu dovşan yerləşmir. Gətsin də nəyi var? Alo? Ben İstanbul lahmacundur. Hı. Ha, 5 lahmacun 2 döner. Oldu kardeş, oldu. Şimdi bir de göndertirim. Abbas. Motosikletle var eləmişim. Maske de var eləmişim. Maskede bir şey olmuyor ha? Ay yok, bir faytona vurdum kaçtım. Bir daha bana 800 kızı çarptı. Ay. Günah sen dedi, günah benden ki. Ben de maskeleti alıp arvadın altına koymuşam bak. Bir tane maskeletleri sen olsuramışsın. Camaatda arvadlar var, saçından, dişinden kapardı artık rekor kırır, milyonlar kazanır. Sen bir tane maskeletten bir tane dastavkana para taşıyamıyorsun. Cüzcübət kırılır.
Gülüçka. Gülüçka. Bir dənə mənə götür zəng elə. Bir dənə mənə xətir, mənə zəng elə. Görürsən, aldığım telefonda nə yazmışam? Nə? Bir dənə zəng elə görəcəksən. Zəng elədim. Gedirsən. Gedir. Bir dənə buna bax. Aşkım. İsmail, heç təəccüblü deyil. Siz əvvəl aşkım yazırsınız. Evləndən sonra nə yazırsınız? Arvad. Uşaq doğulandan sonra yazırsınız evdən. Havuz biləsiniz də. Həmişə aşkım yazır. Ölürsən? Xansı var doktor. Sizə nə olub belə? Həkimə gelmişdim. Deyir ki, bir həftədən sonra öləcəksin. Ala, ömrümə bir həftə qalıb sözünü biz sənə deyə bilməzdik. Hə? Gedib başqa klinikada analiz verirsən. Hə? Deyə bilməzdik. Bırak gelsin. Şu bəstin önemli. Mayu, ben sana bin defa dememişim. Bəstin önem gelende koy içeri girsin hiç. Başına dön. Hamayel nenen kurban. Sağ bal getirmişim başına dön. Hiç yok idi aynen. Aynen. Senin haberin var haberden. Of. Qismət əmini oğurlayıbdılar ki, bizdən pul istəyirlər. Hə, heç kim heç ortaya qara qəpik də qoymaq istəmir. Oy. Mən də dediyim, qoy elə hadisəni mən tək analiz edeyim. Hə, mən də o hadisəni analiz eləmişəm ki, qismətin anası zərmişən gəlib evi satdığa qoysun. Oy. Hə, ceyran da qalsın çöllərdə. Aynen. Bax, mənim sənə məsləhətim odur ki, sənin də iki qızın vardı. Sən kürəkənlərinin adına olan evləri tez öz adına keçin. Yoxsa sən də ceyran kimi qalasın çöllərdə. Aman ne var ka? Mafalın aman ne var? Kavan doldu, xeyir vermeye geldi. Abbas, Tez elə. Abbas sabrayım qurban. Şuraya yemirəm, boğazım kilitlənib. İş üçün gəlmişim. Sənin arvadın motosikletle vurdu mənim faytonumu. Mənim də atım soncuqladı, nalladı bir dənə spin pat presini. Ay Mamoğlu kaka, sen öyle danışsan ki sen ne bilirsen ki senin aklını benim arvadım vuruştu. Abbas sabrayım qurban. Bu Bakı şəhərində sənin arvadından başqa motosiklet sürən var. Onda ayqa, sen kaka ben kaka. Belki o tipin yəsini yürüyək deyək günahındadır. Kaka yanı dersen bir şey çıkar, şerriye onu Tabii der. şerriyete burada bizim 4 tane şahitimiz var. Sen, ben, arvat bir de at. Ne diyorum orada bir şey çıkarsa meşgul olak der. Davay. Çekme. Oldu kavan. Nə dedi, az eşitmədim. Salam verdi mənə. Salam O nə Zərdüşən tər salam? xala. Ana. Nəfəs alırıq, xalası, anası, bibi qaldı. Ana deyil, anakondadır. O nə şartdaz başında? Aniyyətin başında çartdasın. Mənim oğluma nə olub ki, qara şarf örtmüsən? Ha? Zırıldama. Anan öləndə örtərsən onu. Zərnişan, sən bura cəmaatı zəhərləməyə gəlmişsən, yoxsa oğlun məsələsini həll eləməyə?
Az bozarmaz. Oğlumun qırqızılını taxdınız. Palın paltarın geyindiniz. Ay bala, ay bala. Oğlumu dilə dişə saldın. Axırda oğurlatdırdınız. Danışmayı zərnişan boş-boş. Üstündə bir belə qırqızıl ləl cəvahir var. Tök ortalığa görək. Az. Sənə aldıqları, ona aldıqları. Yetər. Gətirin tökün ortaya. Gülə xanım, Deyəm mən sənə gedirəm. Gülə xanım. Mən bir həftəyə ölüb gedəcəm. Ən böyük arzum bilirsiniz nədir? İstəyirəm bir sevgilim olsun. Onunla əl-ələ tutaq. Gedək bulvarında gəzək. Orada yerdə yazaq. Üstə gəlci. Oradan da gedək oturaq skameykada. Polis də gəlib bizi tutsun. Hamınız beləsiniz. Fərq yoxdur ki. Eyni. Sizin fantaziyanız hələ bax. O skameykaya qədərdir. Ana mənə bax, canlı meyit. Nə skaymeka, nə meyit, nə ölürəm. Nə qızın beynini mən fenecindən yükləyirsən, hə? Ölürəm, nə bilim, nə? Dərdimi danışıram da İsmail. Dərdimi danışsan? Dərdimi mənə danışdı, qıza nə iş danışırsan? İsmail, mən bir həftəyə ölüb gedəcəm. Qoy heç olmasa o bir həftəni Gül ilə yaşayayım. Ana, sənin başın xərəbdir, hə? Sən bir həftədən sonra ölüb gedəcəksən, sonra sənin fırlandığın qızı mən alacam, hə? Maman Ceyran qurban olsun belə sənə. Ne tersin başına dönüm. Deyirəm bir dəfə ayarsı əziyyət çəkib talihdən boşanmışsan başına dönüm. Bircə dəfə də əziyyət çək gedək məndən o talihin evini keçirdək. Mənim adıma nə olar qadan alım. Bəsdi xala, o evi mən özümə saxlamamışam, o evi uşaqlarıma saxlamışam. Gəlinlər belədir danır. Onlarla bir balaca yumuşaq danışan kimi elə bilirlər ki bunları sayırıq. Sən öz uşaqlarının talihini düşünürsən, başına dönüm. Mən də öz uşaqlarımın talihini düşünürəm. Bəsdi xala, hələ bilmək olmaz. Bəlkə biz talihlə barışdıq. Bəlkəni əkiflər bitməyib. Biz onu cizərdək. Polis çağırasın. Ay mama, bəlkə 102-yə zəng vurum. Qapının ağzına məktub qoyubdular. Görüm. Sizi narahat edən yenə mənəm. Sizin oğru. Başınıza dönərəm, hamınızın qadasını alım. Bircə dəqiqəlik vaxtınızı alacağım. Huşumdan çıxıb sizə deməmişəm. Əgər polisə xəbər versəniz, qismətin qanlı köynəyini görəcəksiniz. Ay baba. Əgər 100.000 imkanınız çatmırsa, biz də insanıq. 100.000 deyib durmamış ama 50.000 verə bilərsiniz. İnanın ki, orada mənə 5-3 manat çörək pulu qalır. 3 dənə dolu buçuqa. Bu cipdə yəs gəldi.
Kanka biliyorsun budur. Hemen kaçtım bize melli görmedim ama budur da bes. Tamam ben ne bileyim bu mama şovdan zatlandı diyelim yüklüye ya. Yok yani budursa ya tarih etse ben yokum söhbətdə. Bəs mən pul... Ben bilmirəm. Sen özün bilirsən ki, sen bir ağsaqqal kimi sənə mən çox dəyər verirəm, çox qiymət verirəm. Mənim üçün çox dəyərli qiymətli adamsan. Çox sağ ol. Amma mənim maşınımın patpresinin dəyər qiyməti çox bahadır. Başa düşürsən mi? Yəni o səviyyədə elə dəyər qazanmırsan. Başa düşürsən bir qadınam, əziz dostum. Özümdə idman edirəm, burağan olmuşam son vaxtlar qadınam. Patresin yani pulunu görüm. Abbas. Qaqa, indi siz benim atımın cərməsi verin, mən də tuvalet müəllimin pul verim də, mən neyiniyim? Hakikaten sen benim üstüme ne düşürsün? Hakikaten sen atın ayağını sona kırmıyor. Git düş sonanın üstüne sona dalan ben ne düşürsün? Elə Abbas. Hele. Ha ne olur? Sana bacı. Sorayım qurban. Bacı mənim pulumu verin də, mən axı o atını çörək qazanırım. Mən neyiniyim bəs, mən maşımı... Ama oğlum sen ne düşürsen arvadınsan, neden onun yersi ölür? Ya son kardeş ölür de. Bəs mən nə qırma, bəs mənim pulumu verin. Ha danışıyorum hadiseni danıştırdım. İşlə də motosikletlə gəlirdim, elə bir dənə belə qazı bastım. Getdi, atım da idi belə ayağıma. At da kişnədi belə, qalxdı bir dənə belə göyə. Bir dənə cipin patpresinə nalladı. Talih mənim düşdü cipdən, gəldi əlinin arxası ilə bir dənə belə ata vurdu. 2 dənə dişi düşdü yerə. At da kişnədi belə, bir dənə belə dişi ilə qarpdı Talih müəllimin qulağını. Vəssalam. Hamısı faytonun videosunda var der, ne soruşursan. Deməyən pulumu verin, mən gedim. Sen gele kardeşine de 2000'den 3000'den ne gönderse bu meseleleri hallediyor. Talih müəllim. Deyirəm, sən iş adamsan da məəttəl olma. Ala bu 500 manatı, mən də qismətdən nə alaram. Sən o 2000 bazarına girmə, söhbətə qarışma. Oldu. Atı gətirərsən, Xansvar onun arxa dişinə 2 dənə qızıl diş qoydurarıq. Bir də halallıq ver. Mən Sağ ol, çox. ata əl qaldıran adam deyiləm, bu ağsaqqaldır, məndən yaşlı eyvandır. Bax, şillərini sana vurdum, sən başını kəndin atmışsın. Başa. Sağ olun Talih müəllim, çox. Salam ay benim şalapim. Sen bir qırağa dur. Mühebbet boşuna dönüm. Hazırlaş tez gedək. Ha, gedək? Ha, yaxşı. Rıza bala! Rıza bala Kemallarda gözün olsun biz getir raddoma. Raddoma yok qadan alır. Bir 500 manat bəs eləyər. Yok dayan raddoma yok gedək tez notariyosa senin adınla evi çıxardaq keçirdək mənim adıma. Başa düşmədim ha, siz məhəbbətinlə ev almaq istəyirsiniz. Məhəbbət elə belə oğlan deyil. Məhəbbət nənəsinin adını daşıyır. Heç kim mənim əlimdən evimi ala bilməz. Başa düşdünüz? Bir daha qadan alır. Sen danıştın, sakitləşdin. Gel dinməcə, söyləməcə, gedək o evi senin adından çıxardaq keçirdək mənim adıma. Bilməzsən bəs xala. O ev heç mənim adıma deyil. Bu gözümlə görmüşəm, gözümlə görmüşəm. Məmmədov məhəbbət. Birincisi Məmmədov yox. Məmmədova. Məmmədova məhəbbət Eldar qızı. Mənim nənəmin adıdır. Başa düşdün? Yaxşı, siz gedin bir şey fikirləşərik. Mən oğluma görə hər şey eləyərəm. Yox, qutu kimi də. Yaxşı, biz gedək. Bizə yaxşı yox. Gedin. Yeri gedək. Yaxşı. Nə ağzımdan çıxan sözlər dediyim qaynama. Yaxşı elədim. İsmətin yağlı tikələrini yeyib, şişmişsən. Dur biraz hərəkət elə, o yağların ərisin. Dur, ged evin sənədin zadın gətir. Qoy ortaya satar qisməti qutaraq. Otur aşağı otur. Yox bir, elə o qalıb, gedib evin qutcasını gətirəsən, evi sataq. Sənin üçün, sən nə danışdığını fikirləşsən. Mən evi satıb, alt kürəkənlə küçələrdə sürünəcəm. Ağız, evin qismətsiz nə ləzzəti, oy. Sən heç narahat olma. Mən öz nəvələrimdən bax bu evin ləzzətini necə lazımdır çıxardacağım. Bura bax az, əfi ilan. Nə var ay gürzə, nə var? Hadi taşın sağ.
Gülə xanım. Neçənci rüvindəsən? Bir bəri gəl, ay qız. Niyə müştərilər qapıdan qayıdır? Ha? Bu baytarlıq niyə belə işləyir? Da nə xeyir oldu ki, 3 dənə həkim var, klient gəlmir. Niyə? Siz burada nə işlə məşğulsunuz? Bax, Gülə xanım nə işlə məşğuldur bu baytar? Mən bilim ki, ayda 800 manatı sizə niyə verirəm? Sənin işinin adı nədir qızım? Talih müəllim, bizim işləməməmizin səbəbi Xansu vardı. Mən onu heç də deyə bilmərəm. Yenə demədi bu nə işlə məşğuldur qardaş. Bax beləcə fırlayır 800 manat ayın axırı məndən alır. Xansvarı heç nə deyə bilmirsən? Yox. Mən ona 200 sözüm deyirəm. Xansvar çağır İsmail. Xansvar! Mən ölmüşəm özüm çağırım. Xansvar! Məni çatmır. Niyə işləmirsən oğlum? Talih mən Hə. həkimə getmişdim. Biraz nasaz elə. Hə. O da çox sağ olsun, canı sağ olsun. Hə. Dedi ki, bir həftəyə ölüb gedəcəksən Xansvar. Nəzər yəni? Bir həftəyə ölürəm. Xansvar, belə eləmə də, qardaş, belə eləmə də. Biz neçəl bir yerə çörək yazmışıq. Biz qardaşım neçəl desən, bir həftə qalmış yanıma deyirsən ki, öyrəm. Bunu 15 gün əvvəl deyim, bir ay əvvəl deyim, mən də işimi bilim də, qardaş. Xansvar, yəni hər şey bir yana. Qardaş, 15 gündən sonra gəlsən ki, öləsi olmadım, Talih müəllim, sən mənim üçün ölümüsən. Bax, bu gün ölümüsən mənim üçün. Mən sənə bir həftəlik çək maaş vereyim. Başa düşdün? Başa düşdün mənə oğlum? Dəq bir həftə ölürsən? 6 gün yarım. Doğrudan bir həftə ömrün qalıb, Xansvar. 6 gün yarım. Yaxşı özünə alalım. Nasıl qalaldım ha? Niye dram oynayırsan? Niye dram oynayırsan? Sifətin qopardı. İsmail, buraya. Mən indi buna söz demirim, biz dram oynayır. Sən bu bir həftədən sonra ölürsə, bu mənim qızım Həmalinin adı gündən eyni günə düşür. Sən Xansvara deyə bilərsən bu ölüm tarixini 2 gün bəri çəksin. 5 gündən sonra... Ona eləyərik, Talih müəllim, ona eləyərik. O şeylərdir. Talih müəllim, bayaqdan baxıram, sizin qulağınıza nə olur? Qulağım elə bil normal həyatda olan bir şeydir. Elə bil qonaq otağından çıxanda... Hə, qonaq otağından çıxanda elə bil mətbəxin qapısını belə açanda mətbəxin qapısını belə niyə açıq qalır? At işləyir. At işləyir. Sən nə gülürsən? Mən sən qulağını yaşayacaq, ölürsən, canlı deyir. Çəkilə. Yazıblar. Salam, yenə mənəm, sizin oğru. Sizi başa düşürəm, tez-tez məktub yazıb sizi bezdirirəm. İnanın ki, mən də sizi elə belə yerə narahat eləmərəm. Mənim 50 yerə borcum var, 50 mini bütöv verə bilmirsiniz, 5 min qabaqcadan verin, ayda da 500-500 gəlim götürüm. Nə o pul sizin gözünüzə görsənsin, nə də qismət mənim gözümə görsənsin. Mən belə şey görməmişəm ha. Kreditə, oğlum belə... Allah, neçəyik də mən buradayım. Etibar necəsən oğlum? Necəs Talih müəllim? Nə? Kimlə sənərsən? Kimlə sənərsən? Nə deyirsən? Siz dərəmə deyirəm necəsiz? Mən necəyəm? Belə də nə belə. Qanqaraçıq, səhərdən bura 2 dənə bəd xəbər. Maşınımı əzilib, at vurub əzib, qulağıma at dişləyib. Nəsə bu dəqiqə başımda at dişləyir. Səhərdən bura bir dənə şad xəbər almışam, o da bacanağım qismət olur. Gözün aydın Talih. Hamıya qismət olsun, hamının bacanağının başına gəlsin. Bir şad xəbərdə sən ver, elə maya baş çıxım. Verim də Talih müəllim, görmürsən, mən də evi qutardım da. Evi təmir qutardım. Ay, gir yaşa, gir. Söv, xeyirli olsun. Ay dağılır, bu nə səsdir? Bu nə səsdən gəlir? Ay Talih müəllim, narahat olmayın. Bu liftin motoru yoxdur. Gözdən uzaq, qulaqdan uzaq da aparıb qoymuşam, bu kuxna yoxdur. O mebelin altına, narahat olma. Liftin motorunun səsidir.
Demədən bir də blokun liftinin motoru gətirir Məhəmməd Fatma qoyur. Hə, də Talih mənim, hə. Da o aparır hamama qoyardın da. Talih mənim, siz də lap mənə tupu elədiniz. Bu hamama gətirib ümumi binanın işi yoxdur, işıq işi. Onu qoymuşam, üstəne bir dənə iskelet şəkili, böyründən də sizin şəklinizi ki, altdan dayamışam ki, Talih mənim, ehtiyatlı olun, burada suyu açmayın. Top vurar. Yandım! Yandım, yandım! Talih mənim, nə oldu? Belə taxtı oraya adam kulağın dibindən qoyanda məhəlliyi Ruzanı, haradadır o? Bita! Onun üstünü atmışam da Talih mənim. O ne öyle belə çəkil, belə çəkil! Yandım! Hayır, yandım! Bırak ya! Hayır, öldürme! Ha, Mətləb, bacanak, hoş geldin. Ne desen kardeş? Buna da jins getirmişsin sen. Ha, yaxşı sən də. Onda Musko'da biraz yumuşak dedi. Biraz Məhəbbət, bəs kişi. asvejiteldi diyesen. Əşkil başqa olsun. Yani dodağımı geri kaytarmadan salamlaşmak istiyorum seninle. Ha, 2 saatdə öpürsən, öpümüzdən işinlə məşğul ol. Ya öpüşmək istəyirəm də adam bacananla nətər görüşər. Ha? Bəli. Hayzad. Ha, nənəsin nəvəsi. Nə idi nənənin adı? Sarıtel? Məhəbbətdir mənim nənəmin adı. Ulan, eşitdim hə. Kişi, evi qaynı adına keçsənə, halal deyəsəcim kişiyə. Əsəbləşirəm də mən. Dünənin cücəsi üstümə gəlib xoruzlananda. Hələ də, hə. Kimdən sonra? Hə, kimdən alayım sənlə? Saçımız ha, Şaballı. Şaballı nə də yox bir qozu ləpəsi. Nə də? Hə. Bilirsən də neyini? Nə alə bilərsən ki? Ağıllı ol dedim sənə. Sabır məhəbbət, sabır. Ha, səbir olun neyniyəsin? Nə başa düşmürəm mən səni? Sabır məhəbbət, sabır. Bir dəqiqə kişi. Rıza bala da çöldə mənim maşınımı yuyur, işə biraz gecikəcək. O yoğandan sonra sən də çıxıb təkəri qaraldarsın, eşitdin? Bir dəqiqə dənə işə gecikəcək nə də? Burada mənim sabır kasam daşır görməyəm. Bir dəqiqə dənə. Nə də? Saçma da, işlən bər. Ay dünya sabır məhəbbət, sabır. Amma Rıza balanı mən söyləyəcəm də ya. İşin olmasın ha kişi ilə. Yaxşı. Başla, əlimdə. Əlimdə. Ay sağ olayım qurban. Faytonda bəy gəlin məni gözləyir. Arvadın motosikletlə vurub atımın qılçasını qırıb. Ki mənim pulumu ver, mən gedim də onun pulumu verdi qardaş. Həqiqət, sən elə danışsan gedib iki dərəbəlikdir. Sənin atın nəyə qırılır, mənim də arvadımın qıçı qırıla bilərdi. Mən o atla çörək qazanıram. Ay qaqa, mən arvadla çörək qazanıram da. Sən qərib adamsın, nə yapıyorsun? Mən bircə dənə atım var. Ay mama, mən də bir dənə arvadım var, mən də eşalondur. Bəri duramaz. Bax, atın cərməsini verməsən, mən bilirəm neyəcək. Nə qarasın da nə qarasın? Bax, deyicilik olmasın, mənim yaşıma başıma yaraşmaz. Amma sonra başıya dəyişəm ki, bax, düşüb hamısı faytonun kamerasına. Nə deyəsin, nə deyəsin? Dəyişəm, bax, belə Natasha gəlmişdi Bakıya, ikinizi faytonda gəzdirmişəm, fırlatmışım. İki kişi sənə, yaxşı, kişinin yanında faytonda gəzərlər. Mənim məcbur elədim, nə yapıyorsun? Nə oldu ay sana, nə oldu qardaşım? 40 dəfə yığmışam, neyim götürmür da. Talih mənim, bu qulağınızda at işləyib. Yox, keyifdir. Üz görünüşün deyirsən. Yox, at işləmir, bita deyəkdir. Bita deyək. Tutumuna, alma, yazdı. Hanslar, oğlum buraya yaz, hansı var? Ha.
Deməli sən bir həftəyə dəqiq yekunlaşdırırsan da, üçlü göylərə bizim feykimizdə, ha? Dəqiq başa düşmüşəm. 6 gün lap yaxşı, ha? Deməli, Gülya xanım. Sən gözəllik salonunda rəfiqələrinlə danış, rəfiqələrin biri yazsın, burada həkim işləsin. Xoşumuza gələr, lap baş həkim işləyər. Yaxşı, qadarım. Talih müəllim, niyə artıq xərc çəkirsiniz, artıq həkim gətirirsiniz? Bu xansı var, ölür, belə deyim, cəhənnəmə ölsün. Oynamı. Mən ki ölmürəm, mən ki sağam, bat yanmışam qabağınızda. Biz Gülya xanımla əl-ələ tutub, elə işləyəcəyik ki, siz bizə həftə sonu deyəcəksiniz ki, Pitovka verirsiniz ki, gedin xaricə dincəlin. Pitovka mən işləyim, başını sallayın işləyim. Talih müəllim, üzr istəyirəm, bir də bu mən etiraf edeyim də sizə. Neçə ildir bir yerdə işləyirik. Mən həkimin yanına getdim, həkim dedi ki, analizlərin cavabını səhv salmışam. O xəstə... Sən bir həftəyə ölmürsən, o ölən adam ayrı adamdır. Bu söhbətdə... Ölənlərdir. Xansılar, mənim qulağım birinə at işləsə də, o birisi qulağımı bir dəliqimi avırmam. Bir dəliqimi avırma oğlum. Qulağım birinə at işləsə də, o birisi qulağıma bita dəysə də, mən qulaq deyiləm, xansı var. Mən bu variantlarla 2013-cü ilin may ayından avqust ayına kimi sizi pulsuz işlətmişəm. Otarmışam, halallıq verin qardaşlar, halallıq verin. Variant elədim, mənim imkanım normal idi onda. Mən sentyabr ayına proyekt hazırlayıram. Sentyabr, mart ayı arası işçilər necə pulsuz işlətmək olar. Halallıq verin onda bərbaşına. Orada halallaşlar. Sən mənə variant çərsən, xansı var. Variant çərsən, maddıram oynayırsan burada. Başına sarıda işinlə məşğul ol. Böyle düşdün oğlum. Normal lazımdır, başına salıb işinlə məşğul olmayı. Hoş geldin. Variant gəlir. İsmail, geç sən də. Gülə xanım. Siz də dəqiqləşdirin. Siz burada nə işlə məşğul olsunuz? Mən 800 manat küçüdən tapıram. Yaxşı qızım. Yaxşı. Yürü də, gel görüm. Ay bala, bəs o döşək qurumadı, qadan alın, başına dönüm, sən elə bütün günü bu qutuyla fırlanasın. Ay mama, niye vurursan? Kutu yaxşıdır da, döşəkdə eynəmən hamilə oxşuyuram. Bəs ay tupo, mən o döşəyi ona görə sənin qarnına qoyuram ki, hamilə oxşuyasan, məhəbbət səni boşayamaz. Nətər bunu mən başa sala bilmirəm, mən ölmüşəm, ey day. Buradasan Bəsti xala, nə olub yeni nə səs küydü? Heç nə başına dönür. Bəsti xala, mən bu fikirləşdim, qərara gəldim ki, mən razıyam, evi keçirirsən adına, amma bir şərtlə. Nə olar? Şərtim də odur ki, məhəbbətin oğlu, tu kimi oğlu, dünyaya gələn kimi evi təzən götürüb məhəbbətin oğlunun adına. Nə deyirsən? Mən razıyam, başına nə olar, yaxşı laf yaxşı. Onda qoy sənətləri verim sənə. Sənətləri ver. Ay Sevda, mənim sənətlərim burada qutu vardı, onun içindəydi. Hani bu qutu? Kutu? Qarnımda. Bize kutu deyəndə sənətlər axtarırsan da başına dönür. O sənətlər də elə qutunun içindədir. Qoy qalsın qutunun içində. Ne tər qalıb elə də qalsın. Uşaq olanda elə evi ramon keçir desəm uşaqladır. Elə bir sən git qadın al. Burada ne var ki? Mən balıncını da bir həftə tapa bilmirəm. Aşağıdan tapdım. Mən də qudumum. Sen git. Oğlum. Oğlum. Dərinin əlində qalmış. Bu nədir? Sən hara gedirsən belə? Gedirəm xoş qədəmin verilişinə. Qisməti orada axtaracam. Ay Qismət, sən oradaydın. Kimsən uğramışdı, ay Qismət? Məni heç kim uğramamışdı. Anam dedi ki, mənə bir şey olsa, siz qara qəpik də verməyəcəksiniz mənə. Mən də məhz gəldim, özü mərzidə uduzdum. Nə olardı ki? Bir şey ortaya çıxardardınız. Qismət, mən bildim ki, sən yoxsan, mənə bu ay maaş verən olmayacaq da. Ona görə bax, həmin maaşı sənə qurban verdim.
Mən sənə aldığım qızıllardan bir dənəsini də qıymadın ey mənə. Qismət, mənim indi heç kimə inamım yoxdur. Qızılları yığdım, verdim, götürdülər, qaçdılar. Sonra bax, mən sənin uşaqlarını nə ilə böyüdəcəm, hə? Hə? Bilirsən qismət. Bax sən verdiyin pullara demişdin ki, səndən icazəsiz toxunmuyum. Birdən mən onlara dəyərdim, gəlib əsəbləşərdin də. Ona görə də mən o pullara dəyərdim. Heç olmasa bir zəng eləyərdiniz də. Bir dənə zəng eləyib mən axtaran olmadı. Sağ olsun Cənab Abbas. Sağ olsun bacım Sona. Aşağısı 40 dəfə zəng eləyiblər mənə. Amma siz heç axtarmadınız da mənə. Hayır kanka ben saltasın sarkıttı be zayıfın için. Nicara kaldım ben de. Abbas. Sağ ol ey Abbas. Məni itilib axtaran bir dənə sən oldun. Sağ ol. Sağ ol. Şöyle edelim. Başın maskretle atın ayağın vurup kırıktı. Bir 2000'den 3000'den canına kalırsan tez edeyim. Dönenden sana ne kadar zayıfın. Aşkına ya maddıram oynama burada. 6 gün ya. Ya dram oynama. Dram oynama. Sıfatını kopartırım. Dram oynama ama. Dram oynamadım. Senin sıfatını kopartırım. Dram oynamadım. Dram oynamadım. Kutu be ya bu. Buna saçma. Onu gətirib qoymuşam hamama. Üstünə də bir dənə skret şəkli vermişəm. Bir dənə də sizin şəklinizi qoymuşam. Hörmətli adamsınız da. Talibəliyim. Sonra burada sen iş adamısın, məhdəl ol. Ne de? Saçımız ha ne? Kim saçı taşan aşırı ha? Yırğalam ha şabalı. Yırgalama şabalı ne de? Şabalı. Çoşma dedim Yok sana. fırlata ha. Saç mı? Ha. Ne de? Fındık. Kimden sonra? Sen beni kimden alayım ben? Evet saçımız ha ne? Şabalı. Şaballık da varsa. Başta elimdeydi. Elimdeydi. Ben beni getirdim elimdeydi. Dura bax ha, Zəfilan. Nə var ay Gülzə? 3 tane de ulubuçuka. Nə qaldı? Ulubuçka? Ulubuçuka. Kitabından görməmişdim ha. Krediti adam açar.